qiymətlərimi öyrənmək istəyirdim. Buyurun gelin öğrenin de kızlar. Ben o kadar adamlarla telefonla gerek bütün suratlaşım. Gelin burada otaqda var bütün kıymetler gelin öğrenin karşım. Biz şöbəyə yaxınlaşmalı deyilik axı. Bir dəfəlik bunu siz starostaya atın PDF olaraq biz öz qiymətlərimizi. Bakı Texniki Kollecində deməli bir tələbədir və şöbə müdiri ilə danışır. Xəbərin başlığı da belədir ki, Bakı Texniki Kollecində rüşvət iddiası şöbə müdiri işdən çıxarıldı. Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılır və iddianı yayan tələbənin sözlərinə görə onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və Logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini tələb edir və onlardan pul istəyir. Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları da baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur, pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə şöbəyə gəlin deyilir və nəticədə şöbədə o uşaqlardan pul istənilir deyə iddialarda qeyd olunur. Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib eləyib. Elə bir şey yoxdur. Tələbə də gəncdir. Onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll oldu. Kollec rəsmisi bildirib ki, adı çəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb. Əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün ərizə yazıb işdən çıxır ki? Sualına cavabında isə Cəlal Qardaşov belə deyib. Elçin Haqverdiyev tələbənin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı. Bu yerdə ürəyimdən qəşəng bir, necə deyərlər, o şək gelib gülmək keçir. Deyir ki, tələbənin qiymətini vaxtında demədiyi üçün tələbəyə biz onu işdən azad etmişik. Niyəsə bu tip adamlara elə gəlir ki, biz bir konfetə allanan balaca uşaqlarıq. Hələ də anlamırlar ki, onlar cavabları ilə özlərini ifşa edirlər.